ძალიან ბევრი ინფორმაცია გავწვევთ, რაც საჭიროა და აუცილებელია mşoğlularımızთვის. Bugünkü görüşdən çox məmnun qaldıq, çox şadıq. Dəvət olmağımıza görə təşəkkürümü bildirmək istəyirəm İlahə xanım başda olmaqla. Onu da bildirmək istəyirəm ki, bu görüş çox vacib idi valideynlərimiz üçün. Çünki bu xəstəliyin qarşısını almağa indi üsul və vasitələr vardır. Dərin təşəkkürümü bildirmək istəyirəm bugünkü tədbirə görə. მიუხედავად იმისა, რომ ძვირია Övladım Orucov Fərid, 12 yaşı var. Demədə xəstəlikdən əziyyət çəkir, düşən distrofiyasından. 4 yaşından bildik ki, bu xəstəlikdən əziyyət çəkir. Sonra başladıq həkimlərə aparmağa. Həkimlər yanına diaqnoz qoyuldu ki, uşağınız bu xəstəlikdən əziyyət çəkir. Düşən əzələ distrofiyasından əziyyət çəkən uşaqlarımız neçə ailədən ibarət olduğumuzu onlara çatdıra bilirik. Əhaliyə çatdırmaq üçün mübarizə aparırıq və belə konfranslar bizə çox dəstəkdir. Oğlum Əsgərzadə Ümid, 14 yaşı var, düşən əzələ distrofiyasından əziyyət çəkir. 6 yaşında Umudun diaqnozu qoyuldu. Biz xaric olmaqla çox valideynlər var, bölgələrdə yaşayan valideynlər, hansıların ki, bu qədər məlumatı yoxdur, bizim qədər məlumatı yoxdur bu xəstəlik barəsində. Onlar bu konfranslar sayəsində, bu seminarlar sayəsində bu xəstəlik haqqında məlumatlandırırlar. Düzgün uşaqlara necə müalicə lazımdır eləmək, hansı idman növləri uşaqlara lazımdır, onları öyrənirlər.